Bir zamanlar o bu şəhərdən qaçmışdı. Okeanın o tayına, xoşbəxtliyi orada axtarırdı. Bugün haqqında danışacağımız şəxs bir zamanlar Azərbaycanın əfsanəvi səslərindən hesab olunurdu. Beynəlxalq müsabiqələrdə qalib olaraq bütün bəstəkarların diqqətini çəkməyi bacarmışdı. Lakin bir gün həmin faciəvi hadisə baş verir və onu Amerikada amansızcasına güllələyirlər. Bu adam Sevil Hacıyevadır. Sevil Hacıyeva Bakı şəhərində anadan olub. Gənc yaşlarından musiqi fəaliyyətinə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almağa başlayır. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvanla bağlıdır. Sevil Hacıyeva Yanğı, Köhnə Tramvay, De Kim Eşitsin və başqa bugün də dinləyicilərin qulaqlarında qalan mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi şəxs isə müğənnilərdən Samir Bağırov idi. 1993-cü ildə Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür. 1988-ci ildə Bakı Payızı 88 müsabiqəsinin laureatlarından biri olub. Yurmala müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Sonralar isə Qaya qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış eləməyə başlayır. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib. Onun yazdığı mahnıları oxuyub. Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu Amerika Birləşmiş Ştatları vətəndaşının köməkliyi ilə Los Ancelesə köçür. 8 sentyabr 1996-cı ildə Yan Musman adlı biri ilə evlənir. Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır. Los Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə o gecələr şəhərin prestijli klublarından birində səhnəyə çıxmağa başlayır. Sevil Hacıyeva rəsmi olaraq məhdud iş imkanı üçün icazə verilən tələbə statusunda idi. Sosial təhlükəsizlik koduna sahib şəxslərdən idi. Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli bir hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdarkən onun yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edir. Oğruya tabi olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Daha sonra isə kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyevanı da güllə ilə belindən vuraraq öldürür. Öldürülən zaman gənc solistin 31 yaşı var idi. Digər bir versiyaya görə isə müğənni 12 oktyabr 2000-ci ildə bir şəxslə Qərbi Hollywoodda yerləşən Şimali Robertson bulvarının 470-ci blokunda gəzərkən soyğunçu onların qarşısını kəsərək pul tələb edir və müğənninin pul kisəsini oğurlamağa çalışır. Oğrudan qaçarkən 31 yaşlı Sevil Hacıyeva arxadan güllələnərək qətlə yetirilir. Müğənninin yanındakı şəxs isə oğru ilə mübarizədə üzündən, sifətindən güllə yarası alaraq yaralanır. Sevil Amerika Birləşmiş Ştatlarına böyük arzularla gelmişdi. Ömrünün ən sevincli illərində, yaradıcılığının çiçəklənən anlarında təsadüfən o soyğunçu gülləsinə tuş gəlir. Əksər adamların nicat üçün qaçdıqları Amerika Sevilin kabusuna çevrilir. Təbii, Amerika arzuların ölkəsi hesab olunur. Təəssüf ki, bu iddia hər kəsi okeanın o tayına çəkir. Sonda kimi məşhur, kimi mərhum, kimi də məhbus olur. 31 yaşında dünyadan məhrum olan Sevil Hacıyevanın məzarı Azərbaycandan 10.000 kilometr uzaqda. Bəzi mənbələrə görə Amerika Birləşmiş Ştatlarının Grand Forest Lawn qəbristanlığında, digər mənbələrə görə isə
Hollywood his məzarlığındadır. Allah rəhmət eləsin. Abunə olmağı unutmayın.